Aleykümselam və rəhmətullahi və bərəkətuh. Sualda soruşulur ki, bir qul imanı zəiflədikdə və sübh namazına qalxmağa çətinlik çəkdikdə nə etməlidir? İmanın zəifliyi ümumiyyətlə bilmək lazımdır ki, bu insanda baş verən təbii bir haldır. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, sizin daxilinizdə olan iman bir paltarın köhnəldiyi kimi köhnəlir və onu təzəliyin. La ilahə illallah deyərək təzəliyin. Və bu təbii bir haldır. İnsan mümkün deyil ki, daima bir iman üzərində sabit olsun. Bəzən iman zəifləyir, bəzən insan günahlara düşə bilir, bəzən insan imanı qalxır, hətta dağlara çatır, səmaya yüksəlir, hətta elə zəifləyir ki, zərrə qalır. Və bu hallar baş verə bilir. Bizim üçün əsas olan odur ki, o imanı gücləndirmək üçün səbəblərdən tutaq ki, bizim məqsədimiz, qayəmiz iman zəiflədiyi zaman onun yüksəlməsi olsun. Yoxsa imanın zəifləməsini kökdən həll edən bir səbəb yoxdur. Bu zəifləyəcək. Bəzən insan olur ki, məscidə getmək istəyir, insanlarla namaz qılmaq istəyir, salih əməllərə can atır. Bəzən də elə bir səbəblər olur ki, dünyavi səbəblər və ya da insan daxilində olan səbəblər o imanın zəifləməsinə səbəb olur. Məqsədimiz dediyim kimi, yəni o iman zəifləyərkən onun artması olur. Və o imanın artması üçün səbəblər çoxdur. Elm əhli çox məsələlər zikr edir. Və bunlardan ən başlıcası odur ki, qardaşlar, imanın gücləndirən ən böyük səbəb elə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dediyi kimi la ilahə illallah demək. Zikirləri çoxaltmaq, ibadətləri çoxaltmaq, nafilə ibadətlərini çoxaltmaq, xüsusən nafilə ibadətləri. Yəni fərzləri hamı yerinə yetirir. Lakin nafilə ibadətlərini yerinə yetirmək, yəni bəzən görürsünüz ki, bəzi insanlara ağır gəlir. Buna görə Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğu kimi, Buxarın rəvayət hədisdə mə yəzəlu abdi yətəqarrabu iləyyə bin nəvafili həttə əhibbəhu. Yəni qudsi hədisdə buyurur ki, qulum nafilələrlə mənə yaxınlaşmağa davam edər, ta ki mən onu sevərəm. Və Allah insanı sevdikcə insanın imanı artar. Allah təala insanı qoruyar. Və bundan sonra insan səhər axşam zikirləridir, davamlı şəkildə bu şeylərə davamlı olmalıdır ki, imanı zəifləməsin. İmanı zəifləməsin. Əksinə imanı artsın. Cəmaət namazlarına getməkdir, gündəlik Allahın kitabından oxumaqdır və səbəblər çoxdur. Və doğrusunu Allah bilir. Bu səbəbləri mütləq şəkildə insan cəhd etməlidir və yerinə qoymalıdır. Və sualın ikinci hissəsində deyir ki, bəzən bu imanın zəifliyi insanı sübh namazının çətinliklə qalxmasına və yaxud da qalxa bilməməsinə səbəb olur. Bunun üçün nə etmək lazımdır? Və bunun da başqa səbəbləri var. Və sübh namazına qalxmaq üçün birinci növbədə mutlaq şəkildə baxın, bunu dönə-dönə qeyd edirəm. Qardaşlar, insanın bəzi əməllərdən məhrum olması onun günahlarına görədir. Günahlarına görədir. İnsan günah etdikcə Allah təala onu məhrum edir. İnsan günahlara meyilləndikcə Allah təala onu məhrum edir. Və bu məhrumiyyətdən uzaqlaşmaqdan ötürü Allahla əlaqəni düzəltmək lazımdır. Allahla olan irtibatı sağlam etmək lazımdır. Günahlardan uzaq durmaq lazımdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Tirmizinin rəvayət etdiyi hədisdə buyurur ki, İnnəl abdə İzə əznəbə nukitət fi qalbihi nuqtətun səvdə. Qul günah işlətdikcə qəlbinə qara bir nöqtə çalınır. Və o qara nöqtə getdikcə genişlənir, ta ki Allah qorusun, o qəlbi tamamilə qaraldana qədər. Və o qəlb qaraldıqdan sonra subhanallah necə Allaha itaətə yönəlsin, necə sübh namazına müvəffəq olsun, necə gecə namazlarına müvəffəq olsun. Mütləq şəkildə qul bilməlidir ki, əgər bu müvəffəqiyyəti istəyir və məhrumiyyətdən xilas olmaq istəyirsə, mütləq şəkildə Allah təalanın hududlarını qorumalıdır. Allahın hüdudlarını qorumalı və haramlardan uzaq durmalıdır. Və bundan sonra səbəblərdən biri insanın deməli erkən yatmasıdır. Erkən yatmasıdır. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Buxarın rəvayət etdiyi hədisdə buyurur ki, "Kənə yəkrahu ən-nəvmə qabləl-əşə vəl-həditə ba'də." Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deməli işadan qabaq yatmağı və işadan sonra da danışmağı, insanlarla münasibət qurmağı ikrah edirdi, kərih görürdü.
Və bu səbəbdir. Erkən yatmaq. Erkən yatmaq böyük səbəbdir. İnsan bəzən görürsən ki, gecə həyatı yaşayır. Möminin gecə həyatı gecə namazından başqa bir şey olmamalıdır, qardaşlar. Gecə həyatı dedikdə nə qəsd edirəm? Bəzən görürsən müsəlman arasında çox baş verən xətalardır. Oturur film seyr eləyir, film izləyir, kinoya baxır və yaxud da gecələri gəzir və yaxud da gündüzləri yatır, gecələri başqa işlərlə məşğul olur. Telefonla, sosial şəbəkələrlə və sonra da sübh namazına yatıb qaldıqda fələ yəlumənə illə nəfsə. Ancaq öz nəfsini qınasın, başqa heç kəsi yox. Ona görə də mütləq şərtlərdən biri də nədir? Erkən yatmaqdır, qardaşlar. Allah Taala'nın izni ilə bu şey insanın müvəffəq olması, sübh namazını qılmasına səbəb olur. Və həmçinin yatmazdan qabaq dəstəmazlı olmasıdır və yatmazdan qabaq zikir etməsidir. Hansı ki, Bismillahirrahmanirrahim, əmutu və əhyə və Qurandan müəyyən qədər oxumaqdır, Mulk surəsi oxumaqdır və deməli, zikirləri etməkdir, yatağa girməmişdən əvvəl zikirləri etməsidir, özünü ruqyə etməsidir və s. Bu şeylər inşallah ki, səbəbdir ki, yəni onun sübh namazına qalxması. Və bu səbəblərdən ən əzəmətlisi Allah Taala'ya dua etməkdir. Allah Taala'ya dua etmək. Allahım məni sübhə müvəffəq elə, sübh namazına müvəffəq elə. Və bilməlidir ki, deməli Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisdə buyurur ki, Müslim rivayet etdiyi hədisdə Rək'ətəl-fəcri xayrun minəd-dunya və mə fihə. Və böyük əzəmətlər var sübh namazında. Xüsusən də cəmaatla qılınan sübh namazında. Və sübhün 2 rükət sünnəsi dünya və içindəkilərdən daha xeyirlidir, subhanallah. Sünnəti bu cürdürsə fərzi necə? Fərzi necə? Ona görə diqqətli o müsəlman qardaşım, yəni insanı sübh namazından məhrum edən şeylər günahlardır, bəzi diqqət etmədiyi mübahlardır və həmçinin zikirlərdən qafil qalmasıdır. Və bu iki şey inşallah ki, yerinə qoysa, ehtiyacı olmadan mübahları çoxaltmasa və günahlardan uzaq dursa, ikinci tərəfdən Allaha dua edib zikirləri yerinə qoysa və səbəb kimi tez yatsa, inşallah ki, sübh namazına müvəffəq olacaq və doğrusunu Allah bilir.